Gecəniz xeyir olsun, salamlayıram hər birinizi və alqışlara görə çox sağ olun, təşəkkür edirəm hər birinizə. Və ilk öncə elə bugün əvvəl də müsahibində bildirdim, elə mən azarkeşlərimizi təbrik eləmək istəyirəm. Hər birinə təşəkkürümü bildirirəm və həqiqətən bu qalibiyyət, bugünkü qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular, komanda ilə, bütün oyunlarda öz komandalar Qarabağlı oldular və bəlkə bizdən daha çox bu qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Və onların duaları bizə böyük bir zəfər nəsib elədi və təşəkkür edirəm onlara, hər birinə. Və futbolçularımı əlbəttə ki, təbrik etmək istəyirəm. Çox əziyyət çəkdilər meydanda və qalib gəlmək üçün təkcə istək, aqressiya yox və insanlı oyun var idi meydanda. Və bugün bəlkə də oyunda, bəzi oyunlarda olmadığı insan var idi, hansı ki sona kimi həm qalibiyyətə inanmaq, həm oyun nizamını pozmamaq, həm birə-bir mübarizələrdə daha möhkəm olmaq. Və belə çox sevindim həm azarkeşlərimiz adına, həm də futbolçularımız adına və həm də Azərbaycan futbolu adına. Və bu qədər təbrik edirəm bir daha hamını. Buyurun, suallara keçə bilərik. Buyur Röyana xanım. Təbrik edirəm Qurban müəllim. Möcüzələrə inanırsınız mı? Möcüzə nəyə deyilir? Ümumiyyətlə, möcüzələrə inanırsınız mı? Möcüzə bilmirəm belə, amma belə bu cür qalibiyyətlərə inanıram. Çünki yəni dünya praktikasında, dünya futbolu praktikasında bunu görmüşük. Hansı ki zəif komandalar, sayılan komandalar böyük komandalara qalib gəlib. Amma ümumən yəni mən bu cür hallara inanıram, belə hallara inanıram. Fərəc. Axşamınız xeyir. Qurban müəllim, təbrik edirəm həm qələbə münasibətindən, həm də belə daha bir üst level adladınız. Yəni Onxal püşk atılanda rəqiblərə baxdıqca şəxsən mənə görə ən çətin rəqib idi. Yəni baxmayaraq ki, Chelsea var, Liverpool var, Alman komandaları ən uğursuzlar və ümumiyyətlə onlara qarşı oynamaq çox çətindir. Alman maşını deyirlər son dəqiqələrə qədər. Bugün Qarabağ əksinə olaraq son dəqiqə qollarıyla Alman klubunu üstələdi. Necə hazırlaşmışsınız oyuna ümumiyyətlə ümumi olaraq ki, bu nəticəni qazanmaq üçün? Mən Antalya'da hazırlıq oyunlarından sonra fikirlərimdə bildirmişdim ki, futbolçularımdan çox razıyam, çox yaxşı bir hazırlıq keçdik və sadəcə bildirmişdim ki, bir oyun da əlavə oynasaydıq, daha komanda optimal formada olardı. Və hazırlaşmaq, inanın ki, bu günləri, düzdür, vaxtımız az oldu, amma bizim özümüzün, belə deyək, üstün cəhətimiz nədirsə, maksimum onu yaxşılaşdırmağa çalışdıq. Maksimum onun üzərində bütün məşqlərimizi etdik və rəqibə görə bir neçə əlavə xırda detallar əlavə eləmişdik və şükürlər olsun Allah sanki alındı və mən fikirlərimdə bildirmişdim ki, komandam yaxşı hazırlıq keçib və ən azından biz çalışacağıq ki, azarkeşlərimiz üçün baxımlı futbol oynamağa. Və bugün də qalibiyyət öz yerində, bəli, çox gözəl 3 qol vurmaq rəqib qapısına, bu möhtəşəm, amma bunu yaxşı oyunla əldə eləmək və yaxşı hücumlarla bunu əldə etmək, bu böyük bir, mənim üçün məsələn sevindirici bir haldır, bir məşqçi olaraq. Və belə daha sadə, daha sərbəst oynamaq, əlbəttə ki, daha güvənli olmaq və ən başda daha cəsarətli olmaq. Yəni belə bir fikirlərimiz var, belə bir danışıqlarımız olmuşdu, pozitiv notlarda və keçən ilki uğursuzluq deyirik, amma sanki ayaqsız oyunda belə bir fikirlər formalaşmaya başladı. Yəni o, belə deyək, hansı ki futbolçulara çox təsir eləmişdi, çox üzgün olmuşdular həmin oyundan sonra. Sadəcə onu geridə qoyub
bizim şansımızdan maksimum istifadə etmək kimi daha çox belə fikirlər danışırdıq futbolçularımızla və belə və mənim razı qaldığım öz oyun keyfiyyətimizi daha da yaxşılaşdırdıq bugün. Buyurun. Fanatas saytından Kamil Xudiyev, Qurban müəllim, qələbə münasibətilə təbriklər. İndi azarkeşlərin ən böyük xəyalı Liverpoolu Enfielddə büdrətməkdir. Bu möhtəşəm qələbədən sonra Liverpool maçını gözləyən bütün azarkeşlərimizə nə mesaj vermək istəyirsiniz? Yəni biz inamlı gedəcəyik ora, Liverpoola. Yəni ümumən bütün komandalar üçün o stadionda oynamaq heç də asan deyil. Çünki İngiltərənin ən köklü klubudur və İngiltərənin ən çılğın azarkeşləri olan klubudur və sadəcə mən həmin oyunda çəkinməyərək futbolçularla oynamağı tövsiyə eləyəcəm və o həqiqətən elə o böyük futbol düşündükdə, böyük futbol dedikdə elə bəlkə də elə bir nömrəli stadionlardan biridir, hansı ki Liverpool həmişə həm öz oyunu ilə, öz çılğın azarkeşi ilə seçilib, ən davakar azarkeşləri ilə seçilib. Avropanın demək olar ki, bəlkə də bütün ölkələrində, bütün şəhərlərində bir çəpə yaradıblar və belə stadionda oynamaq əlbəttə ki, futbolçularıma məncə böyük bir ləzzət verməlidir və bunu mən futbolçularla tələb eləyəcəm ki, minimum buradakı oyunu, bugünkü oyunu qoruyub saxlamağa və belə xeyirlisi Allah köməyimiz olsun. Allah nə nəsib eləsə o da olacaq və sadəcə azarkeşlərimiz də istərdim ki, bu oyundan həzz alsınlar. Elə indi Cənab Prezidentin təbrikini göstərirdi. Bir daha sağ olsun, təşəkkür edirəm. Mən də elə Cənab Prezidenti və xalqımızı təbrik edirəm. Buyur Mehman. Qurban müəllim, 2 sualım var, təbrik edirəm qələbə münasibətlə. İnşallah davamı gəlsin play-offda görə Qarabağa. Birincisi, Bəhlulla bağlı sual vermək istəyirdim. Hər halda bu oyunda buraxılan qollarda müəyyən belə deyək də uğursuz çıxışı oldu. O məşhur kinoda demişkən onu bağışlamaq olarmı? Niyə də yox? Yəni ümumiyyətcə futbol belə deyək də xəta oyunudur da belə deyək. Yəni olur belə hallar. Amma zaten əfsul olsun ən böyük xətaları da, ən çox xətaları da müdafiəçilər eləyir. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub. Onun başına gəl belə hallar. Amma sanki o gol, bu gol elə idi ki, bugünə kimi olan xətalarını bağışlamaq olar. Belə deyək. Murad. Oxazdan Murad, Qurban müəllim, təbrik edirəm qələbə münasibəti ilə. Düzdür, qələbə gəldi, amma Qurban müəllim, hakimin qərarlarına bağlı sual vermək istəyirdim. Doğrudan da biz çox əsəbləşdik onun qərarlarına. Demək olar ki, penalti epizodunda eyni vəziyyət yarandı. Lakin Eintrachtın qapısına deyil, Qarabağın qapısına penalti təyin edildi. Sizin bu barədə fikriniz nədir? İndi yazıb. Siz oxuya bilərəm. Burada hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq haqq ədalət öz yerini tapdı. Birinci dəfə deyir ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarlar ilə Qarabağın qələbə yolunu kəsməyə çalışılır. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olmasına aydınlıq gətirəcək. Prezidentin şəhəridir. Məncə yəni əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə ki, mən də sizin kimi hirsləndim, amma tez biraz özümə ələ ala bildim. Amma normaldır, futbolda belə hallar olur və məncə çox geniş və çox ətraflı, çox düzgün cavabı elə Cənab Prezident bildirib. Təşəkkür edirəm bir daha. Hacı Mərdan buyur. Qurban müəllim, mən
İlk öncə təbrik edirəm, həm də təşəkkür eləmək istəyirəm ki, həm Azərbaycan xalqına, həm də biz idman ictimaiyyətinə belə bir gözəl Hacı özünü çəksə, yoxsa məni çəkirsən? sizi istər yaşatdığınız üçün. Sualım isə belədir ki, mən buna oxşar sual vermişdim sizə keçən dəfə. Futbolu olmayan bir ölkənin təmsilçisi olaraq dünyanın ən güclü klub turnirində sona bir tur qalmış Barcelona kimi komanda ilə eyni xalı toplayıb və eyni sırada olmaq, bugün Almaniyanın klubun buradan əlboş yola salmaq necə bir hissdir? Hacı, futbolu olmayan biraz ağır olar ölkə üçün. Futbolumuz var əlbəttə ki. Sadəcə daha da yaxşı inkişafa ehtiyac var və inanıram ki, hər şey pillə-pillə qarşıdakı illər daha yaxşı olacaq. Çünki yeni rəhbərlik, yeni ideyalar, yeni fikirlər. O ki qaldı, o sıralarda olmaq, belə böyük komandalarla eyni xalda olmaq, əlbəttə ki, buna ancaq qürur vericidir və mən həmişə fikirlərini bildirmişəm ki, ümumiyyətcə, hər bir böyük qalibiyyət gələcəyə böyük ümid verir və gələcəyə böyük inam verir. Ona görə yəni, belə qalibiyyətlər həm məni bir məşqçi kimi, həm futbolçuların bir futbolçu kimi, həm klubu böyük bir, daha da böyük olmaq üçün fürsət düşür əlimizə və eləcə də bu cür komandaların bura gəlməsi və yenə də belə qalibiyyətlərin olması futbolu azarkeşlərimizə sevdirir. Və futbolu da sevib stadiona gələn azarkeşlər olduqda, yəni orada nəticə belə deyək, Allah bizim istəyimizə görə verir, bir də azarkeşlərin istəyinə görə verir. Biraz cəm şəkildə yaxşı qalibiyyətlər olur. Buyur Elvin. Qurban müəllim, təbrik edirəm, doğrudan böyük qalibiyyətdir. Bəlkə sual biraz sentimental ola bilər, amma reallıqdır. Bu meydanlarda biz bir addımladıq, bir yaşlanırıq. 5 il, 8 il, 10 il, 12 il qabaq deyirdiniz ki, belə komandalarla oynamaq, mübarizə aparmaq üçün bizə illər lazımdır. Bugün hansı fikirdəsiniz? Mən yenə öz fikirlərimdə qalıram. Çünki yəni Avropa futbolu bizdən daha çox və daha sürətlə inkişaf eləyir. Sadəcə ümumi oyunların gedişatına baxsaq, bizim çatışmazlıqlarımız daha çox görünür nəinki rəqibin. Yəni ümumi biz həmişə oyunu analiz eləyəndə baxırıq ki, rəqib bizim bəzən düşdüyümüz epizodları onlar daha soyuqqanlı qəbul edirlər və onlar daha bəzən düzgün qərarlar verə bilirlər. Çünki onlar illər boyu o tempdə oynayırlar, illər boyu o azarkeş baskısında oynayırlar. Yəni bugün də öz fikirlərimdə qalıram və mən sadəcə mənim üçün belə oyundan qabaq da dünən də səhv etmirəmsə fikirlərimdə bildirdim ki, bizim bir qalibiyyətimiz olsun, amma biz özümüz öz oyunumuzla o qalibiyyət əldə eləyək. Hansı ki, məsələn o suallar oldu ki, səhv etmirəmsə, bəs yeni məşqçi gəldi, ola bilər sistem dəyişdi. Elə Kənan səhv etmirəmsə vermiş sualı, ki, bəs bu bizə mane olacaqmı? Dedim, bəli, biz biraz fərqli hazırlaşmışdıq, amma belə oyunlarda bu hallara görə bizim öz oyun sistemimiz olmalıdır, bizim öz prinsiplərimiz olmalıdır ki, rəqibin hansı sisteminə, hansı dəyişiklinə baxmayaraq ki, biz yenə də meydanda dominant futbol oynaya bilək, biz olaq, yəni biz oynamağı, biz öz qalibiyyətimiz, öz oyunumuzla qalibiyyəti əldə eləyək və belə bizim oyunlarımız olub. Belə bugünkü oyun da elə bu oyunlardan idi. Biz öz oyunumuzdan sonraki əl çəkmədik. Rəqib bastı biraz, yenə ciddi müdafiə olunmaq istədik. Top bizdə oldu, yenə də başladıq öz hücumlarımızı hazırlamağa və topa sahib olmağa. Amma buna baxmayaraq, yəni dediyim kimi, bu hallar əfsli olsun biraz az olur. Amma Avropa dediyim kimi, onlar çox sürətlə inkişaf edirlər. Çox. Mən təbrik edirəm sizi və komandanızı.
Mənim iki sualım olacaqdı. Birincisi, oyun zamanı Elvin Cəfərquliyev bir dəfə deyəsən oyun dəyişilmək istəmişdi. Zədəsi ilə bağlı, yəni zədə ola bilərmi? Liverpool'la oyuna çıxacaqmı? Bir də dünənki mətbuat konfransında Montiel ilə bağlı siz açıqlama vermişdiniz, bildirmişdiniz ki, hələ tam hazır formada deyil, amma bir start heyətdə çıxmışdı oyuna. Bununla bağlı istəyərdim fikirlərinizi bölüşəsiniz. Elvinlə bağlı yox, sadəcə biraz yorulduğunu bildirdi. Ona görə dəyişmək istəyirdi. Mən də biraz fərqli cavab verdim. Montielə gəldikdə yəni bu yenə də onun potensialı deyil, daha artığına qadirdir. Yəni bu cür oyun 1-2 il ərzində birinci oyunundakı belə bir 80 dəqiqə səhv etmirəmsə meydanda oldu, 81 dəqiqə. Yəni ilk dəfə idi ki, belə bir tempdə, belə bir rəqibə qarşı belə məsuliyyətli oyuna çıxmışdı. Amma özünü çox yaxşı tərəfdən göstərdi. Amma hiss olunurdu ki, hələ o dinamikanı sona kimi qoruyub saxlamağa hazır deyil. Amma öz xarakteri hesabına lazım gəldikdə, lazım olduqda o özündə güc tapırdı. Mən əminəm ki, bizim çox futbolçularımız əgər 2 günə bərpa olunacaqsa, bunda minimum 3 gün olacaq. Yəni bu daha dediyim kimi o bu cür oyunlarda az olduğu üçün onun bərpasına ola bilər ki, daha çox ehtiyac olsun, daha çox vaxt, zaman lazım olsun. Salam, hər vaxtınız xeyir. İlk növbədə qələbə münasibətilə hər birinizi təbrik edirəm. 2 sualım olacaq. Ümumiyyətlə oyunda hansı çatışmazlıqlar var idi? Əsasən Zubrin oyunundan razı qaldınızmı? Bir də Liverpool oyununda Kadini görə biləcəyikmi? Belə oyundan sonra çatışmazlıq demək biraz düzgün olmaz. Sadəcə yəni bizim elə oyuncularımız var ki, onların belə deyək də ola bilər ki, qol epizodunda az olsun, ola bilər hansısa oyunda qol vurmasın, amma onun etdikləri bizim oyun balansını qoruyub saxlamaq üçün ən vacib olan oyunculardandır. Bunlardan biri də Zubirdir. Yəni biz ümumi bütün oyunlara baxsaq, Zubir komandada ən çox topla davranan futbolçudur. Elə futbolçular var, məsələn 40 dəfə oyun içində olurlar, 40 dəfə top alırlar, elə futbolçular 50 dəfə, amma Zubir hər oyun götürsək fərqi yoxdur. Avropa oyunu, bizim oyun 60, 70, 80, 90, 100 bizim çempionatda. Yəni bu qədər topun da bir futbolçu olması, bu bizdə topun nə qədər qalması deməkdir. Yəni bizim nə qədər əlavə çıxışlarımız olmağı deməkdir. Yəni onun o tərəfləri var ki, hansı ki bəzən bəlkə də onlar analiz olunmur. Çox razı qaldım Zubirdən və həm hücumda, həm müdafiədə. Yəni mən əminəm ki, bugün ən çox meydanda hərəkətli olan futbolçulardan birincisi olacaq Zubir. Belə razı qaldım. Başqa sual yox idi deyəsən. Kadi. Kadi yox, böyük ihtimal oynamayacaq, çünki Antalya'da başlamışdı, komandirlə məşqlərə fərdi, hələ biraz ayağında ağrı var, ona biraz vaxt lazım olacaq hələ. Qurban müəllim, sualım sonuncu qoldan bağlıdır. Epizoddan əvvəl kornerdən öncə siz Vikalio və yadımda qalma digər futbolçu kimi də arxaya gəlməyi çağırdınız. Bir neçə də işarə ediniz ki, biraz da arxaya çəkir və həmin epizoddan sonra Vikalio topu qəbul elədi, hücum başladı və qol vurdunuz. O epizodla bağlı fikirlərinizi bilmək istəyərdim ki, yəni əvvəlcədən düşünmüşdünüz bunlar sonunda belə olsa, standart vəziyyət olsa belə olacaq? Yox, düşünməm, sadəcə oyun gedişatında olan bir epizod idi. Yəni əvvəlki kornerlərdə yəni qabaqda oyuncu saxlamırdılar. Birdən-birə 2 oyuncu mərkəzdə qaldı. Ona görə mən bir Kaşkı göndərdim, bir oyuncu birə-bir. Bir də Elvin qaldı səhv etmirəmsə. Sadəcə risk olmasın deyə Bikalyonu biraz geriyə çağırdım ki, sığortalaya bilsin. Mən düşünməmişdim sadəcə.
Qurban müəllim, salamlayıram. Hər vaxtınız xeyir olsun. Dəyanət İmanoğlu, CBC Sport. Qurban müəllim, həm sizi, həm komandanızı təbrik edirəm. Tarixi bir qələbə idi. Sözün açığı o qədər xoşbəxt və sevincliyəm ki, oyun barədə analitik olaraq nəsə bir sual verməyəcəm. Sadəcə sizə sualım belədir. Azərbaycan futbolu üçün, Azərbaycan xalqı üçün siz nə etdiyinizin fərqindəsiniz? Allah həmişə sevindirsin səni, Allah elə həmişə xalqımızı sevindirsin və inanın ki, belə bir nə etmişəm deyə belə bir fikrim yoxdur. Və sadəcə həmişə bir fikrim olub ki, yəni bir Azərbaycanlı kimi üzərimə hansı məsuliyyət düşürsə onu layiqincə yerinə yetirim. Və başqa belə bir düşüncəm olmayıb və o da yəni, mənim borcumdur, bu mənim vətənimdir. Yəni, hər birimizin üzərinə bir borc düşür, hansı ki, onu layiqincə yerinə yetirməliyik. Zülfiyə xanım. Salam Qurban müəllim, təbrik edirəm sizi. Oyunun sonunda Elvin qaça-qaça gəldi, sizin boynunuza sarıldı və nəsə deyəsən sizin qulağınıza pıçıldadı. Sir deyilsə, deyə bilərsiniz, Moisə nə dedi, siz ona nə dediniz? Nasıl eşitmədim. Bəlkə də elə yəqin nəsə deməyib, elə siz demişlər, pıçıldayıb yəqin nəsə belə. Amma biraz axır vaxtlar, belə deyək, Elvini biraz çox sıxırdım, çox danlayırdım, düzün desəm. Və mən bugünkü oyuna görə yox, yəni mənə elə gəlir ki, bugün Elvinin ən intizamlı, ən, belə deyək, təcrübəli oyunlarından biri idi və birincisi idi. Çünki həmişə biz Elvində müdafiədə səhvlər çox görmüşük və yaxud hücuma getdikdə biraz müdafiəyə lənq qayıtmağını görmüşük və hansı ki bu mən həmişə özünə bildirirdim ki, bu biraz məsuliyyətsizlik kimi görünür kənardan. Amma bugün onu tam onu sanki bir təcrübəli bir futbolçu kimi gördüm. Və mən onu başa düşürdüm, sadəcə biraz gücünü düzgün bölüşdə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, yəni hər hücumda, hər qurulan hücumda iştirak edir. Amma bugün bildirmişdim ki, yəni biz hələ tam hazır deyilik, biraz gücümüzü düzgün bölüşdürməyi bacarmalıyıq meydanda. Və əlaqəsdə bizim sağ-sol müdafiəçilərimiz üçün, çünki onların üzərində çox böyük güc, çox böyük məsuliyyət düşürdü. Və belə ona görə yəqin axır həm məşqlərdə biraz razı idim ondan, həm oyunun gedişatında da birinci hissədən sonra da öz fikirlərimi bildirmişdim. Yəqin görüb ki, razıyam özündən, ona görə gəlib qucaqlayıb. Gülnar xanım. Salam, bir daha axşamınız xeyir, təbrik edirəm. Qurban müəllim, sizi qalib gələn kimi hamı tərifləyir, məğlub olan kimi hamı pisləməyə başlayır. Amma hər ikisində çox səbirlə insanlara cavab verirsiniz, fikirlərinizi bildirirsiniz. Bu enişlər, yoxuşlar sizi motivasiyadan salmır və bunun sirri nədədir? İnanın ki, heç istəmərəm ki, məni tərifləsinlər. Vallahi düz deyirəm, ürəkdən deyirəm bunu. Çünki elə əvvəlki suala cavab verdiyim kimi, mən sadəcə öz işimi görməyə çalışıram, üzərimə düşən vəzifəni çalışıram, məsuliyyətini yerinə yetirməyə və tənqid etməklərini istəmərəm, düzün desəm. Çünki istər-istəməz hər birimiz insanıq. Biz bilmirik ki, kimin hansı problemləri var. Bugün mən bilmirəm, siz bilmirsiniz ki, mənim hansı problemlərim var. Bəlkə mənim həyatda problemlərim var, bəlkə mənim futbolçuların həyatda problemi var. Bəzən özümüzü tam oyuna motivasiya edə bilmirik. Yəni, belə hallar olur. Ona görə tərif və sonda bəzən görsən insan həyatda və yaxud işində elə bir səhv eləyir ki, görsən o təriflər hamısı qalır geridə. Ona görə
ki, sabah istəmərəm ki, belə bir hallar olsun və mən ümumiyyətcə bir həmişə fikirlərimdə bildirmişəm ki, mən öz xalqımı, millətimi çox istəyirəm və nə də olsa, nə tənqidlər də olsa, yəni nə olasın ki, özümüzük, qardaşıq, bacı, qardaş, bacı, valideyn, yəni belə normal qəbul edirəm və sadəcə tərif istəmirəm, belə deyək bir sözlə. Sabah saat 9-da məşqimiz var. Yox, sual o qədər uzun deyil. Qurban müəllim, təbrik edirəm. Mən xatırlamıram Braqa ilə oyundan sonra son dəqiqələrdə qol vurub qalib gəldiyinizi və Guardiolanın oyun stilini çox sevirsiniz, amma əlinizdə seçim olsa Fergie Time yoxsa Guardiola? Stil olaraq yəni. Guardiolanın stilində oyun oynadıb qalib gəlməyiniz daha xoş gəlirsə, yoxsa bu Fergie Time, yəni son dəqiqə qolunda, o oyunda son dəqiqədə qol vurub qalib gəlməyiniz? Yəni bizim ümumiyyətcə belə deyək də, yəni mən inanmıram ki, elə bir komanda yoxdur ki, son dəqiqələrdə qol vuraraq qalib gəlməsin. Və əlaqəsi biz bunu İngiltərə Premier Liqada görürük yəni. Yəni orada bu daha çox təkrarlanır. Və mənim üçün oyun çox vacibdir. Mən əvvəl də qeyd elədiyim kimi, bir var, 1-2 qalibiyyətimiz olsun, dediyim kimi, məsələn, son dəqiqələrdə vuraq, amma 10 məğlubiyyətimiz olsun. Bir də var ki, öz oyunumuzla qalib gələrək fərqi yoxdur. Əvvəldə vurduq, oyun ikinci hissədə vurduq və yaxud sonlarda vurduq. Amma öz oyun üslubumuz çox vacibdir. Və sadəcə deməzdim ki, sırf Guardiolanın oyun üslubunda oynayırıq, çünki onu biz oynaya bilmərik. Onlar dahidirlər, onlar tam başqadılar. Amma sadəcə onun belə deyək, həm oynatdığı futbol, həm tövsiyə etdiyi futbol, belə deyək, yəni o əsl futboldur. Çünki biz əgər futbolu topla oynayırıqsa, biz çalışmalıyıq o topa düzgün sahib olmağa, oyunla düzgün davranmağa. Yəni bu futbolçularımız üçün çox vacibdir. Və bunu da bacarmırıqsa, azarkeş ondan məsələn həzz alır. Bəzən görsən, bizim elə epizodlarımız oldu ki, bugün rəqib pressing eləyirdi, bizimkilər qısa bir zonada 1, 2, 3, 4 pasla çıxırdılar və azarkeşlər ona əl çalırdılar. Onun ləzzəti başqadır. Ona görə belə yaxşı oyunla qalib gəlmək əlbəttə ki, bu böyük bir üstünlükdür. Qurban müəllim, oyundan sonra Tahir bəy açıqlamasında paltar dəyişmə otağında baş verənlərə münasibət bildirərkən bilir ki, Qurban müəllimin xasiyyətini bilirsiniz. Yəni o 1 saniyə orada qaldı və bitdi onun üçün və növbəti oyunlar. İndi onun söz olmasın, kəndimizə gələk, həftə sonu Premier Liqa başlayır. Bu qələbəni unutduq. Uzun illərdən sonra Qarabağ qış fasiləsinə çempion kimi yox, 2-ci pillədə getdilər. Bu haqda Tahir bəydən soruşdular. Bu sizi narahat eləmirmi? Eyni sual olaraq, yəni çempionluq yolunda növbəti mövsüm üçün. Görünən odur ki, daha çox əziyyət çəkmək olacaq, daha çox futbolçularımızla ünsiyyətdə olmalı olacaq. Çünki hələ ki bizim qrafikimiz sıxdır və qarşımızda ciddi rəqiblər var. Sabah bu il çox yaxşı performans göstərir, çox iddialıdır və digər komandalarımızda Neftçi dəyişiklik olub, Araz Naxçıvanda dəyişiklik olub, yəni Zirə var və digərləri, hansı ki Sumqayıt yaxşı performans göstərir və görünən odur ki, dediyim kimi daha çox əziyyət çəkməliyik, amma narahatçılığımız həmişə var. İstənilən oyundan öncə narahatçılığımız var, çünki biz dəfələrlə bunun şahidi olmuşuq ki, heç biriniz gözləməmiş ki, biz hansı komandaya məğlub olaraq, amma o oyunları məğlub olmuşuq. Çünki bizdə biraz daha yenə qeyd edirəm, sıx qrafik olduğu üçün rotasiyalarımız çox olur. Narahatçılığımız var. Var ki, varsa da deməli məsuliyyətimiz var. Son sual Mehman. Qurban
Qurban müəllim, Avrokuboklar ikinci mövsümdə yeni formatda keçirilir. Yəni bu dəfəki turnir daha çətin, güclü rəqiblər, amma Qarabağ daha yaxşı çıxış edir. Yəni hazırlıq prosesində nəyə xüsusi diqqət yetirilməlidir? Yəni hansı nəticəni çıxartdınız ki, bu mövsüm daha uğurlu çıxışa şahid olur? İlk olaraq təcrübədir. Digər tərəfdən məsuliyyət, yəni turnirin çəkisi ümumiyyətcə belə deyək, artdıqca məsuliyyət daha da çoxalır. Bunlar çox vacib. Deməli, məşqlərimizdə biz daha çox çalışmalıyıq. Deməli, məşqlərimizdə biz daha keyfiyyətli olmalıyıq və digər tərəfdən futbolçuların sağlamlığı çox vacibdir. Biz bəzən vacib oyunlar olub ki, biz həmin oyunlarda yeni rotasiyalar eləmişik ki, futbolçularımızı sağlam qoruyub saxlamaq üçün. Bu bəzən futbolçunun xoşuna da gəlir, xoşuna da gəlmir. Bəzən futbolçu daima 90 dəqiqə bütün oyunları oynamaq istəyir. Nə qədər xoşuna gəlməsə də biz onları hansısa bir oyunlarda bəzən qoruyub saxlayırıq. Yəni bu ümumiyyətcə futbolçuların belə deyək, sağlam olması çox önəmlidir. Biz bəzən digər komandaların ümumiyyətcə zədəllərinə baxırıq. Bugün baxsaq biz Manchester City və yaxud Liverpool olsun və yaxud digərlər düz onlarda məsələn sayı həddindən artıq çox futbolçuların görsən 8, 10, 12 zədəli futbolçuları olur. Hər belə oyunlardan sonra, böyük oyunlardan sonra. Ona görə biraz bizim üçün çox vacibdir ki, futbolçularımızı sağlam qoruyub saxlamaq ki, çox da yorğun olmasınlar.